Azərbaycan tarixinə qanlı yanvar kimi həkk olunan 1990-cı il 20 yanvar hadisələrindən 36 il ötür. Aradan 36 il keçməsinə baxmayaraq həmin gecənin ağrısı xalqımızın yaddaşından silinməyib. Bugün də səhər saatlarına etibarən havanın qarlı, şaxtalı, soyuq olmasına baxmayaraq xalqımız şəhidlər xiyabanına axın edib şəhidlərimizin məzarını ziyarət ediblər. Yüzlərlə insan, sadə vətəndaşlar, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, eləcə də dövlət və hökumət nümayəndələri əllərində qərənfillər, güldəstələri ilə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmək üçün şəhidlər xiyabanına axışıb. Anım mərasimində yüksək vəzifəli rəsmi şəxslər də iştirak ediblər. Ziyarətçilər arasında Ramil Usubov, Mədət Quliyev, Ceyhun Bayramov, Elçin Əmirbəyov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Milli Məclisin deputatları və digər rəsmi şəxslər yer alıblar. Onlar şəhid məzarları önünə gül dəstələri qoyaraq Azərbaycan azadlığı və müstəqilliyi naminə canından keçən qəhrəmanların xatirəsi qarşısında baş əyiblər. Şəhidlərimizin əziz xatirəsini yad etdik və təbii ki, bu tarixə nəzər saldıqda və şəhidlər xiyabanında olduqda həm 20 yanvar faciəsinin eyni zamanda Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi, bütün bu müddət ərzində Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi, Azərbaycanın müstəqilliyi uğrunda çoxsaylı verdiyimiz qurbanlar, şəhidlərimizin hamısının əziz xatirələrini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan həmişə öz müstəqillik uğrunda mübarizə aparmışdır. Məhz 90-cı illərdə də ölkədə olan haqsızlıqları görərək Azərbaycanlılara qarşı Azərbaycana xalqımız ayağa qalxdı. Xalqımız öz səsini qaldırdı. Siz yaxşı yadınızdadırsa, xalqımız yaxşı bilir ki, o vaxtları Ermənistan bizə təcavüz edirdi. Ermənistanda yaşayan Azərbaycanlılara qarşı soyğun edirdi. Onları torpaqlarına qovurdular. Dağlıq Qarabağda ermənilərə ayağa qalxaraq öz müstəqillik istəyirdilər. Onlar orada yaşayan Azərbaycanlıları oradan qovmuşdular. Bütün bu haqsızlara dözməyən Azərbaycan xalqı ayağa qalxmışdı və öz haqqını tələb edirdi. Əfsuslar olsun ki, o vaxtları SSR rəhbərliyi, Azərbaycan rəhbərliyində bizim xalqımızın lazımi dərəcədə müdafiə edə bilmədi. Məhz o vaxtları biz SSR-ni öz vətənimiz sayırdıq. Ordumuzu öz ordumuz sayırdıq. Həmin o ordu, Sovet ordusu, Rus ordusu Azərbaycanlılara qarşı, o bizim xalqımıza qarşı soyqırımı hadisələri törətdilər. O vaxtları minlərlə insanlar yaralandı, həlak oldular bu soyqırımın nəticəsində. O yanvar hadisələri yaxşı yadımdadır. Onda biz nə istəyirdik? Onda ancaq sesimizi qaldıraraq haqsızlıqlara son qoymağı biz tələb edirdik. Həmin 20 yanvarda bütün hər yanda da şəhidlər, bir yana ruslar atırdı, bir yana ermənilər atırdılar. Bütün Skorpomuş özüm işləyən zamanında, bütün təcili yardımda işləyən zamanda onlara çox belə öz ürəyim kimi, öz vətənim kimi onları yaxınlaşırdım. Onları dəfn olanı dəfn eləyirdik. Olmayanı bannisalardan müalicələrə aparırdı. Bütün hər yer dolu idi. Qospitallar, bannisalar. O gecə mənim gözüm qabağımda Skorpomuşu, həmin mənim Skorpomuşumu vurdular. Sol tərəfdən qapını. Sağ olsun bizim təcili yardım şoförü. Bizi xilas elədi. Saat 12:00-da Azərbaycanın bütün ərazisində 1 dəqiqəlik sükut elan edilib. Bakı dəniz limanına yan alan gəmilər, eləcə də paytaxtın yollarında hərəkətdə olan avtomobillər səs siqnalları verərək Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciəni ehtiramla anıblar.